Yaxın müddətdə Kambocalıların həyatı asanlaşacaq. Azərbaycanın asan xidmət təcrübəsinin bu ölkədə tətbiqi ilə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyaları üzrə Dövlət Agentliyi ilə Kambocanın müvafiq qurum arasında bununla bağlı anlaşma memorandumu imzalanıb. Memorandumun mübadiləsi mərasimində Kambocanın baş nazirinin müavini Wong Sey Vissot iştirak edib. Səfər çərçivəsində Kambocanın Poçt və Telekommunikasiyalar naziri ilə görüş keçirilib. Görüş zamanı memorandumun icrası istiqamətində işçi qrupun yaradılması ilə bağlı razılığa gəlinib. Eyni zamanda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının, eləcə də Qırğızistan və Filippin nümayəndələri ilə asan xidmət təcrübəsinin paylaşılması və potensial əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.